İkinci Dünya Müharibəsindən sonra, xüsusilə İsrail dövlətinin yaranmasından sonra o bölgə heç rahatlıq tapa bilmir. Bəli. Hə, bunun adını kimsə qoya bilər. Məsələn, İranın rəsmi ritorikası nədir ki, bəs şeytan dövlətidir. O zaman rəsmi doktrinasıdır ki, o məhv olunmalıdır. Gəlmişkən İsrail özünə bu mənada haqq qazandırır o baxımdan. Çünki vacib deyil ki, sən faktiki olaraq hücum edəsən. Sən rəsmi doktrinanı, mənim dövlətimi məhv olunmasını məqsəd kimi qoyursansa, əlbəttə ki, mənim üçün risk də deyil, bu artıq təhlükədir və hardasa hətta kazus bellidir. Çünki müharibə başlamaq əsası heç də həmişə gerçək hücum olmasını tələb etmir. Hətta məsələn, beynəlxalq çeşidli doktrinalar və interpretasiyalarda, o cümlədən milli dövlətlərin milli strategiyalarında bizdə də yeri gəlmiş görünür ki, əgər məsələn qonşu dövlət sənin sərhədlərində səninlə razılaşdırmadan hərbi təlim keçirirsə, bu artıq dost deməli münasibət deyil. Deməli sənə bəhanə verir ki, ən azından bunu sorğulayasan, sən niyə mənlə razılaşdın? Halbuki öz ərazisidir. Amma səfərbərlik elan edirsə, yenə qonşu dövlət sual verməyə haqqı var ki, xeyr ola səfərbərlik edirsin, bu kimə qarşıdır? İstədiyi cavab almasa, o da məcbur olacaq müdafiə tədbirlərini görməyə və müharibələr belə başlayır əslində. Ona görə məsələn, İran-İsrail münaqişəsi çoxdan gedir. Proksi qüvvələr vasitəsilə, xüsusilə. İndi ilk dəfədir ki, bax, belə miqyas alır və gerçək bir hücum, qarşılıqlı hücum var. Amma bu hava hücumlarıdır. İsrail əlbəttə ki, havada da, dənizdə də və ümumiyyətcə texnologiyada İrandan çox güclüdür. Amma İrana qalib gəlməkdən söhbət getmir məncə burada. Məncə İsrailin belə bir məqsədi yoxdur. Hərbi qələbə ancaq canlı qüvvənin ora yerləşdirilməsindən ibarət ola bilər. İndi də o devir deyil. İngilislər onu ground force deyil də, yəni yer qüvvəsi. Hava qüvvəsi də anladıq, dəniz qüvvəsidir falan. Amma yer qüvvəsi İsraildə yoxdur. Yetmir və məncə heç buna özü də anlayır və belə bir məqsəd də qoymur qarşısına. Və burada çox doğru deyildi, xüsusilə Tofiq bəy, ki, Amerikanın dəstəyi olmasa İsrail ümumiyyətcə orada nəinki İrana qarşı, ümumiyyətlə bölgədə sağ qala bilməz. Bu hər kəs. Halbuki İsrail vaxtilə SSR-in səylərinin nəticəsində yarandı. Amma sonradan təbii ki, o maraqlar dəyişdi və faktiki olaraq Amerikanın hesabına İsrail orada, yəni öz gücünə şey eləmirəm mən onun hansısa bir xələl gətirmədən deyirəm bunu. Amma faktiki olaraq Amerikan dəstəyi çox önəmlidir İsrailin orada müstəqilliyi üçün. Və Amerika faktiki olaraq o dəstəyi də göstərir. Düzdür, indi sözdə güya Trump çəkindirməyə çalışıb, amma eyni zamanda Trump İranı da hədələyib. Görəcəksiniz, bunun cavabı daha pis olacaq. Kim bilir, bəlkə elə bunu nəzərdə tutur.